Cruises.azın değerli dostlarım, müşterilerim Norwegian Epic gəmisində biz müasir gəmilərdə olduğu kimi böyle tırmanma divarı deyək ona təhlükəsizliyə riayət etmək şərti ilə bu yüksəkliklərə ulaşmaq olur. Böyle bu isə akvaparkı sürüşkənlərdən birinin keçdiyi hissədir və də təqibində qarşıda böyük bir ekran var. İstər futbol oyunlarını, istər müxtəlif konsertləri və s. rahatlıqla izləyə bilərsiniz. Bax, belə çox böyük bir ərazidir, geniş, rahat. Yəni 4000'lik bir gəmiyə, elə deyək, bu qədər ərazi kifayət qədər geniş sayılır ki, rahat bir şekilde insanlar hoş vaxt keçirə bilsinlər. Təkrar edirəm ki, gəminin böyüklüyü əlbəttə ki, rol oynuyor, amma böyük gəmi dediyə orada sərnişin sayı yüksək olanda bu səfər bir nəfərə düşən ərazi azalır. Bu da ən sadə dildə desək sıxlığa səbəb olur. Sıx olunca da insanlar, bəzilərimiz narahat oluruq ki, niyə belə sıxlıq gözləyək. Hal-hazırda gəmi dayanıb və limas gedir. Akşam şou proqramlar, əyləncələr, diskotekalar və s. bu bölümdə həyata keçir.